Qoç. Gün ən asan olmayacaq, lakin kifayət qədər uğurlu olacaq. Səhər saatlarında bir çox qoç biraz əsəbləşəcək, xırda şeylər üzərində mübahisə etməyə və başqaları ilə münaqişəyə meyilli olacaq. Ona görə də bu, ciddi danışıqlar üçün ən yaxşı məqam deyil. Qarşılıqlı əməkdaşlıqda rəhbərlik və həmkarlarla razılaşmaq həmişə mümkün olmur. Günün ikinci yarısı daha əlverişli olacaq. Səyləriniz istədiyiniz nəticəni verəcək və təşəbbüsləriniz yüksək qiymətləndiriləcəkdir. Axşam vacib məsələlərin müzakirəsi üçün münasibdir, lakin onu sakit ev mühitində keçirmək daha yaxşıdır. Günün əvvəlində diqqətinizi biznesə yönəltmək çətin olacaq, amma yenə də cəhd etməlisiniz. Diqqətinizi əhəmiyyətsiz detallara yayındırmayın, boş və əhəmiyyətsiz söhbətlərə vaxt itirməyin. İşgüzar münasibətlərdə dürüstlük vacibdir. Əgər kimsə sizə cazibədar, lakin riskli layihələr təklif etməkdə çox aqressivdirsə, ehtiyatlı olmalısınız. Diqqətə layiq ideyalar günortadan sonra ortaya çıxacaq. Onları dərhal həyata keçirə bilməyəcəksiniz, lakin sonradan planınıza mütləq qayıdacaqsınız. Axşam köhnə dostla görüş və ya romantik görüş üçün münasib zamandır. Təxəyyülünüzü işə salın, icad edin, yeni bir şey tapın. Bugün adi üsullar çətin ki, uğur qazanmağa kömək etsin, məqsədə çatmaq üçün başqa yollar axtarmalı olacaqsınız. Çox güman ki, bütün qərarları müstəqil qəbul etmək lazım gələcək, kiminləsə məsləhətləşmək, birgə hərəkətləri razılaşdırmaq imkanı olmayacaq. Özünüzə şübhə etməsəniz, hər şeyin öhdəsindən tez gələcəksiniz. Maliyyə məsələlərində daha diqqətli olmağa dəyər, uğursuz əməliyyatlar, tezliklə peşman olacağınız alışlar mümkündür. İstənilən iş məsələsini tələsmədən müzakirə edin və özünüzü hər hansı öhdəliklərə bağlamağa tələsməyin. Günün əvvəlində faydalı işlərlə məşğul olmaq xüsusilə asan olacaq. Əvvəllər çətin görünən işlərin öhdəsindən tez gələcəksiniz, çətin vəziyyətdə qalan insanlara dəstək olmaq üçün bir yol tapacaqsınız. Gözlənilmədən hər kəsi cəlb edəcək ideyalar meydana çıxacaq. Əgər müttəfiqlərə və köməkçilərə ehtiyacınız olarsa, onları asanlıqla tapa bilərsiniz. Günün ikinci yarısı xoş sürprizlər vəd etsə də, maliyyə məsələlərinin həllində ehtiyatlı olmağı tələb edir. Bu zaman sizin üçün xarakterik olan cəhətiniz, yəni pulla bağlı qeyri-ciddi davranışınız əsassız xərclərə yol aça bilər. Günə əvvəllər həll oluna bilməyən işlərlə başlamağa dəyər. Gözlənilməz qərar uğurlu olacaq, istədiyiniz nəticəni tez əldə edəcəksiniz. Dəstək gözləmədiyiniz insanlardan kömək ala bilərsiniz. Əvvəllər gərgin olan münasibətlər təşəbbüs göstərəcəyiniz halda yaxşılığa doğru dəyişməyə başlayacaq. Günortadan sonra dincəlmək, işdən yayınmaq, yaxşı əhatədə əylənmək imkanınız olacaq. Bu vaxt səfərlər üçün əlverişlidir və onların əvvəl planlaşdırılması və ya belə bir zərurətin qəfildən ortaya çıxmasının fərqi yoxdur. Buğa. Sizi məşğul və məhsuldar gün gözləyir. İnsanları qazanmağı yaxşı bacaracaqsınız. Bir çox buğalar nüfuzlu insanların dəstəyinə müraciət edə biləcəklər. Sponsorlar və investorlar axtarmaq üçün yaxşı vaxtdır. Onlar işinizdə sizə kömək etməkdən məmnun olacaqlar. Təcrübəli dostların məsləhətlərini laqeyd yanaşmayın, onlar sizin üçün mütləq faydalı olacaqlar. Cazibədarlığınıza müqavimət göstərmək çətinləşəcək, buna görə başqaları ilə ortaq dil tapmaq həmişəkindən daha asan olacaq. Bununla belə, günün ortalarında xoşagəlməz sürprizlərlə qarşılaşmalı olacaqsınız. Çaxnaşma və təlaşa düşməsəniz, onlara asanlıqla qalib gələcəksiniz. Günün əvvəlində problemlərin qarşısını almaq üçün bütün məsələlərə ciddi münasibət kifayət edəcək. Son zamanlar haqqında çox düşündüyünüz iş problemlərini həll etmək şansı yaranacaq. Köhnə dostlar bu işdə kömək edəcəklər. Sonradan maliyyə məsələlərini həll etmək, həmçinin faydalı şeylər almaq üçün əlverişli zaman gələcək. Evdə qəflətən işlər ortaya çıxa bilər, lakin çox da vaxtınızı almayacaq. Bəzi planlaşdırılmamış səfərlər, dostlar və digər insanlarla görüşlər, həmişə zövq aldığınız ünsiyyətlər ola bilər. Günə ciddi işgüzar söhbətlərlə başlayın. Səhər peşəkar planların müzakirəsi, potensial tərəfdaşlarla görüş üçün mükəmməldir. Təşəbbüskar olmaq faydalı olacaq, bəzi iş proseslərini sürətləndirmək mümkün olacaq. Sonradan sövdələşmələr bağlamaq üçün əlverişli zaman olacaq. Bugün sözləriniz və hərəkətləriniz çoxlarını təəccübləndirəcək. Hətta sizə ən yaxın olan insanlar da niyə belə hərəkət etdiyinizi başa düşməyəcəklər.
Ancaq heç bir fikir ayrılığı olmayacaq və heç kim işinizə müdaxilə etməyəcək. Günün sonuna qədər çox şey aydınlaşacaq, münasibətlər yaxşılaşacaq. Ünsiyyət baxımından asan gün deyil, başqaları ilə dərhal ümumi dil tapmaq mümkün olmayacaq, bəzən hətta yaxınlarınız sizi səhv başa düşəcəklər. Dinc münasibət saxlamağa çalışın, inciməyin və qəzəblənməyin. Mübahisələrdən və qarşılıqlı təhqirlərdən qaçmaq vacibdir, hamı ilə yaxşı münasibət saxlamaq sizin özünüzdən asılıdır. Alış-veriş uğurlu olacaq, həm plansız, həm də planlı bazarlıqlar nəzərdə tutulur. Şübhəsiz ki, uzun müddət sizi məmnun edəcək əşyaları seçib alacaqsınız. Günün ikinci yarısı maliyyə məsələlərinin həlli üçün münasibdir. İntuisiyanıza etibar edin, onun məsləhətləri sayəsində səhv etməyəcəksiniz. Faydalı bir işə başlamaq üçün əla gündür. O, böyük və mürəkkəb ola bilər və istənilən nəticənin tez əldə olunması mümkün deyil. Ancaq başladığınız işdən əl çəkməyəcəksiniz və dərhal olmasa da hər şey nəticə verəcək. Xoş görüşlər, faydalı tanışlıqlar mümkündür. Bəzi buğalar yeni dostlar tapacaqlar. Optimizm və xoş niyyət yaxınlarınızla ünsiyyətdə kömək edəcək. Ümidini itirənlərə dəstək olacaq, kədərlənənləri sevindirəcəksiniz. Günün ikinci yarısı sevən bürc nümayəndələri üçün xüsusilə əlverişli olacaq. Əkizlər. Gün yaxşı olacaq, amma çətinliksiz keçməyəcək. Əksər əkizlər vacib işlərlə başlamamalıdırlar. Diqqəti cəmləmək, prioritetləşdirmək və düzgün qərarlar qəbul etmək çətin olacaq. Kiçik səhvlər və uğursuzluqlar mümkündür, lakin bunların heç biri ölümcül olmayacaq. Hər şeyin öhdəsindən tək gəlməyə çalışmayın, kömək üçün etibarlı müttəfiqlərə müraciət etməkdən çəkinməyin. Axşam yeni şeylər öyrənmək və peşəkar səviyyədə təkmilləşmək üçün mükəmməldir. Əldə olunan biliklər yaxın gələcəkdə faydalı olacaqdır. Planları dəyişdirməyə hazır olun. Gün şübhəsiz ki, bəzi gözlənilməz hadisələrlə nəticələnəcək, onlara görə bəzi şeyləri təxirə salıb, başqalarına diqqət yetirməli olacaqsınız. Bunun sizi sevindirməsi ehtimalı azdır, lakin ciddi çətinliklər yaranmayacaq, özünüzü vəziyyətə tez uyğunlaşdıracaq və hər şeyin öhdəsindən gələcəksiniz. Xoş fəaliyyətlər və xoşladığınız insanlarla ünsiyyət üçün vaxtınız olacaq. Gələcək planlarınızı kiminləsə müzakirə edərkən diqqətli olun. Ola bilər ki, həm söhbətiniz sizə təsir etməyə, öz nöqteyi nəzərini qəbul etdirməyə çalışsın. Təslim olmayın. Bugün hər şeyə real baxmaq, həm vəziyyəti, həm də öz imkanlarınızı obyektiv qiymətləndirmək vacibdir. Bu, son vaxtlar yaranmış problemlərin öhdəsindən gəlmək və yeni məqsədlərə çatmaq üçün kifayət edəcək. Əvvəllər verdiyiniz bütün vədləri yerinə yetirməyə çalışın. Bu, reputasiyanız üçün xüsusilə vacibdir. Evdə gözlədiyinizdən daha çox narahatlıq ola bilər. Hər şeyin öhdəsindən tək gəlməyə çalışmayın, çünki yaxınlıqda kömək etməkdən məmnun olacaq insanlar var. Cəsarətli eksperimentlər və yeni ideyaların həyata keçirilməsi üçün münasib gündür. Bugün çox yaxşı işlər görəcəksiniz, yeni təşəbbüslər də uğurlu olacaq. Yaradıcı fəaliyyətlər çoxlu müsbət emosiyalar verəcək. Elmi uğur da mümkündür, siz tez bir zamanda çox şeyi qavrayacaqsınız. Səfərlər yaxşı keçəcək. Evdən uzaqda xoş tanışlıqlar, uzun müddət ünsiyyətinizi qoruyub saxlayacağınız insanlarla görüşlər ola bilər. Maraqlı biznes təklifləri də istisna deyil. Ünsiyyət və son vaxtlar darıxdığınız insanlarla görüşlər üçün yaxşı gündür. Əvvəllər başa düşmədiyiniz insanlarla yola getmək asan olacaq, mübahisədən sonra küsülü qaldığınız insanlarla barışmağınız mümkündür. Yaxınlarınızla xırda fikir ayrılıqları keçmişdə qalacaq, birgə hərəkətlər, ümumi planlar barədə razılığa gələ bilərsiniz. Gün maliyyə baxımından da uğurlu olacaq. Nağd pul gəlirləri mümkündür, bəzi əkizlər köhnə borcları geri alacaqlar. Çox məmnun qalacağınız hədiyyələr də istisna deyil. Axşam yaxşı xəbərlər gələcək. Xərçəng. İşləri qaydaya salmaq üçün əla gündür. Əvvəlki vəzifələr sizə özlərini xatırladacaq. Buna görə də bir çox xərçənglər bir vaxtlar yarımçıq qoyduğu məsələlərə qayıtmalı olacaqlar. Digər insanlarla birlikdə işləmək ən yaxşısı olacaq, nəticə sizin gözləntilərinizi üstələyəcək. Kifayət qədər səy göstərsəniz, gələcək uğur üçün möhkəm zəmin yarada biləcəksiniz. Günün ortası işgüzar əlaqələr üçün son dərəcə əlverişlidir.
Siz eyni zamanda cazibədar və inandırıcı olacaqsınız, buna görə də danışıqlarda ən kiçik bir çətinlik belə olmayacaq. Gün asan olmayacaq, amma yenə də kifayət qədər uğurlu olacaq. Başladığınız işdən əl çəkməmək vacibdir, hətta əvvəlində bəzi səhvlər ortaya çıxsa da israrlı olun. Əzmkarlıq və məqsədyönlülük bugün sizin üçün çox faydalı olacaq. Xırda fikir ayrılıqlarından və mübahisələrdən qaça bilməyəcəksiniz, xüsusən də yaxşı tanımadığınız insanlarla yeni iş görmək qərarına gəlsəniz. Ancaq tezliklə hər şey düzələcək və münasibətlər yaxşılaşacaq. Adi gündəlik işlərin öhdəsindən tez gələcəksiniz, kiçik səhvlərə belə yol verməyəcəksiniz. Daha maraqlı fəaliyyətlər, istirahət və əyləncələr üçün də vaxt olacaq. Tələsməsəniz, hər şey düzələcək. Gün istədiyiniz kimi keçməyə bilər, amma yenə də həlli mümkün olmayan problemlər gətirməyəcək. Gözlənilməz xəbərlər ola bilər, o cümlədən taleyindən narahat olduğunuz köhnə tanışlarınızdan xəbər tuta bilərsiniz. Ola bilər ki, bu səbəbdən planlarınızı dəyişməli, bəzi işləri təxirə salmalı və diqqətinizi başqalarına yönəltməli olacaqsınız. Ənənələri və ümumi qəbul edilmiş qaydaları pozmaq, bəzi ekstravagant hərəkətlər etmək üçün gün qətiyyən uyğun deyil. Əksinə, diqqəti özünüzə cəlb etməmək daha yaxşıdır. Arxa planda qalmaqla hədəflərinizə çata bilərsiniz, həm işgüzar, həm də şəxsi planda. Bugün bəzi ciddi işlərə və mühüm görüşlərə hazırlaşmaq üçün mükəmməl zamandır. Planlar qura, xırda detallar üzərində düşünən, təcrübəsinə və biliyinə etibar etdiyiniz insanlarla məsləhətləşə bilərsiniz. Qeyri-rəsmi şəraitdə işlə bağlı ideyaların müzakirəsi üçün də yaxşı gündür. Onları necə həyata keçirmək üçün sizə məsləhətlər veriləcək. Günün ikinci yarısı ailə işləri, qohumlara kömək etmək, yaxınlarınızla ünsiyyət üçün münasibdir. Önəm verdiyiniz hər kəsi sevindirməyin bir yolunu tapacaqsınız. Romantik görüş məyus etməyəcək. Günün başlanğıcı böyük ideyalar gətirəcək. Bəziləri üçün onlar reallıqdan uzaq görünə bilər, lakin siz planlarınızı həyata keçirməyin bir yolunu mütləq tapacaqsınız. Bir çox tanış işlərə yeni tərzdə baxa biləcəksiniz ki, bu da son zamanlar çox düşündüyünüz suallara cavab tapmağa kömək edəcək. Günortadan sonra ünsiyyətdə daha diqqətli olmalısınız. Sizi tez-tez tənqid edən, tikanlı ifadələrlə əhval-ruhiyyənizi korlayan insanlarla söhbətdən qaçmaq daha yaxşıdır. Ancaq sizə dəstək olanları görsəniz, dərhal gücünüz artacaq, yeni rənglərlə parlayacaqsınız. Şiir. Bir çox cəhətdən şanslı olacaqsınız. Ancaq bu, öz səylərinizi inkar etmir. Yaradıcılıq qabiliyyətləriniz tam üzə çıxacaq. Orijinal ideyaları ifadə etmək və iddialı planları həyata keçirmək üçün doğru andır. Bir çox şirbürcü nəinki ətrafındakılara qalib gələ, həm də öz rəqiblərini etibarlı müttəfiqə çevirə biləcək. Həm peşəkar, həm də şəxsi işləri qaydaya salmaq üçün əlverişli andır. Ehtiyatlılığınız və nizam-intizamınız kiçik səhvləri və çatışmazlıqları tapıb düzəltməyə imkan verəcək. Planlaşdırılmamış alış və əməliyyatlardan çəkinin, nəyəsə pul xərcləməzdən əvvəl 2 dəfə düşünün. Boş yerə xərcləmə ehtimalı olduqca yüksək olacaq. Əks təqdirdə gün o qədər də pis deyil, planlaşdırılan işlərin öhdəsindən gələcəksiniz, ciddi problemlərin qarşısını almaq olar. Ətrafınızdakı insanlar fikirlərinizi xüsusilə diqqətlə dinləyəcəklər, bu həm iş tapşırıqlarının, həm də ev problemlərinin həllini asanlaşdıracaq. Günün ikinci yarısında vəziyyəti dəyişmək, adi rejimdən müəyyən mənada yayınmaq faydalı olacaq. Sevdiyiniz insanla bəzi yeni yerləri ziyarət etmək maraqlı olacaq. Xırda şeylərə görə narahat olmayın və işlər plana uyğun getmədikdə məyus olmayın. Gün çətin ki, sakit keçsin, lakin ciddi problemlər də gətirməyəcək. İş məsələləri uğurla həll oluna bilər. Bir çox şirlər üçün əvvəllər qazandıqları təcrübə yeni vəzifələrin öhdəsindən tez gəlməyə kömək edəcək. Gözlənilməz görüşlər mümkündür, qonaqların dəvətsiz gəlməsi mümkündür. Bu, sevindirəcək, çünki işdən qaçmaq, maraqlı bir şeyi müzakirə etmək imkanı olacaq. Axşam xüsusilə sevdiyiniz insanla görüş üçün əlverişli olacaq. Heç yerə tələsməyin. Bugün vacib məsələlər haqqında sakit düşünmək üçün ideal vaxtdır. Siz həmçinin planlar qura bilərsiniz, mövcud vəziyyəti və imkanlarınızı düzgün qiymətləndirəcəksiniz, hadisələrin necə inkişaf edəcəyini təxmin edəcəksiniz. Fikirlərinizi bölüşməyə tələsməyin. Bugün onların dəstək alması ehtimalı azdır, lakin biraz sonra planlarınızın həyata keçirilməsində kömək etmək istəyənlər mütləq olacaq.
Günorta son vaxtlar haqqında çox düşündüyünüz insanla bağlı xoş xəbərlər alacaqsınız. Gözlənilməz dəvətlər istisna edilmir. Onları məmnuniyyətlə qəbul edəcəksiniz. Günün başlanğıcı vacib söhbətlər üçün çətin ki, uyğun olsun. Bu zaman hətta əvvəllər yaxşı anlaşdığınız insanlarla belə anlaşmaq çətin ola bilər. Xırda fikir ayrılıqları, əsassız şübhələr, anlaşılmazlıqlar sevgililərin münasibətlərinə kölgə sala bilər. Ancaq sakit qalsanız, emosiyalara yol verməsəniz, hər şey tezliklə düzələcək. Günün ikinci yarısı çətin işlər və vacib suallara cavab axtarışı üçün əlverişli zamandır. Öyrənmək asan olacaq, yeni məlumatları möhkəm yadda saxlayacaqsınız. Qız, sizi əlverişli gün gözləyir. Hətta mürəkkəb və qeyri-adi məsələləri başa düşmək asan olacaq. Sövdələşmələr bağlamaq və müqavilələr imzalamaq üçün əlverişli zamandır. Bəzi qız bürcləri faydalı insanlarla tanış olacaqlar, onlarla əlaqələr tezliklə işə yarayacaq. Rəhbərliklə danışıqlar aparmaq yaxşı olar. İşgüzar nüfuzunuzu gücləndirəcək və karyera nərdivanını sürətlə yüksəltmək şansı əldə edəcəksiniz. Axşam qeyri-rəsmi ünsiyyət üçün əlverişlidir. Dostluq görüşləri və romantik görüşlər çoxlu zövq və parlaq təəssüratlar gətirəcək. Vacib məsələlər haqqında danışmaq üçün yaxşı gündür. İş məsələlərini kiminləsə müzakirə etməyiniz və ya təcrübənizi bölüşməyiniz heç bir əhəmiyyət kəsb etmir. Hər halda çox diqqətlə dinləniləcək, başa düşüləcək və dəstəklənəcəksiniz. Əvvəllər çoxlu fikir ayrılığına səbəb olan məsələləri həll etmək mümkün olacaq. Kompromis olacaq və hamı razı qalacaq. Həmişəkindən daha çox işiniz olacaq, ona görə də adi cədvəli dəyişmək lazım gələcək. Sənədlərlə istənilən iş günün birinci yarısına planlaşdırılmalı, ünsiyyətlə bağlı hər məsələ ikinci yarıya qədər təxirə salınmalıdır. Ən vacib və çətin işlərə diqqət yetirməyə dəyər, bugün onları mükəmməl həll etmək şansınız olacaq. Hər şey dərhal istədiyimiz kimi alınmayacaq, ancaq planlarınızdan əl çəkməyəcəksiniz. Köhnə tanışlar, əvvəllər bir neçə dəfə əməkdaşlıq etdiyiniz insanlar kömək edə bilər. Günün ikinci yarısında qayğılardan qaçmaq, maraqlı yerləri ziyarət etmək imkanı olacaq. Köhnə dostunuzu və ya sevdiyiniz birini yoldaşlıq etmək üçün dəvət edin, birlikdə gözəl vaxt keçirəcəksiniz. Ola bilər ki, yeni ümumi planlar yaransın və yaxın gələcəkdə siz onların həyata keçirilməsi ilə məşğul olasınız. Gün sizdə güclü təəssürat yaradacaq xoş tanışlıqlar vəd edir. Dostluq və ya romantik münasibətlərin başlanğıcı istisna edilmir. İntuisiyanız bugün ilk dəfə görüşdüyünüz insanlar haqqında dərhal düzgün təəssürat yaratmağa kömək edəcək, qarşılıqlı rəğbət dərhal yaranacaq. Maliyyə məsələlərini həll etməyə tələsməyin. Gün nə tələsik alışlar, nə də riskli əməliyyatlar üçün uyğun deyil. Bundan əlavə, başqalarına həmişəkindən daha çox güvənəcəksiniz. Ola bilər ki, kimsə bundan istifadə etməyə çalışsın. Gün zəngin və yadda qalan olacaq. Eyni anda bir neçə iş görməlisiniz, lakin bu, çətin ki, sizi əsəbləşdirsin və ya narahat etsin. İntuisiyanız sizə hər şeyin öhdəsindən tez gələcəyinizi və yanılmayacağınızı söyləyəcək. Yaradıcı yanaşma və bütün məsələlərə ciddi münasibət başqalarının uğursuz olduğu yerlərdə əla nəticələr əldə etməyə kömək edəcək. Maraqlı görüşlər, qeyri-adi tanışlıqlar mümkündür. Hər şeyə sizdən tamam başqa gözlə baxan insanlarla ünsiyyət qurmaq fürsəti yaranacaq. Bu cür söhbətlər çoxlu yeni fikirlər verəcək. Tərəzi. Gün ən asan olmayacaq, amma kifayət qədər xoş anlar da olacaq. Səhər qərar qəbul etmək çətinləşəcək, siz həmişə vəziyyəti tez və dəqiq qiymətləndirə və nəticələrini hesablaya bilməyəcəksiniz. Buna görə də tələsməməli və başqalarının göstərişinə əməl etməməlisiniz. Hər şeyi başa düşmək və təfərrüatları anlamaq üçün özünüzə vaxt verin, o zaman səhvlərdən və çətinliklərdən qaçınacaqsınız. Heç bir vacib işi günün sonuna qədər təxirə salmamalısınız. Əksər tərəzilər üçün ən yaxşısı axşamları ailəsi ilə və ya ən yaxın adamlarının əhatəsində keçirməkdir. Gün yorucu, lakin məhsuldar olacaq. Çox güman ki, təkcə öz işinizlə deyil, başqalarının işləri ilə də məşğul olmalı olacaqsınız. Bəzi tərəzilər başqalarının buraxdığı səhvləri düzəltməli olacaqlar. Buna mümkün qədər ciddi yanaşmağa çalışacaqsınız, ona görə də səhv etməyəcəksiniz. Maliyyə məsələləri uğurla həll olunacaq, qazanc ehtimalı var, bununla belə planlaşdırılmamış xərclər də mümkündür.
Çox güman ki, onlar yaxınlarınıza kömək etmək və ya onları sevindirmək istəyinizlə əlaqəli olacaq. Qəfil alışlar uğurlu olacaq. Bugün sağlam düşüncəni rəhbər tutmaq xüsusilə vacibdir. Tezliklə peşman olacağınız bir şey söyləyə və ya edə bilərsiniz. İşgüzar danışıqlarda xüsusilə diqqətli olun və yerinə yetirə biləcəyinizə əmin olmadığınız vədlər verməyin. Xoşməramlılıq və yumor hissi şəxsi münasibətlərdəki problemlərin qarşısını almağa, gərgin anlarda vəziyyəti sakitləşdirməyə kömək edəcək. Bugün yaxınlarınızın xüsusilə diqqətinizə, qayğınıza və dəstəyinizə ehtiyacı olacaq. Həddindən artıq işləməməyə çalışın, bugün gərəksiz narahatlıqlardan, gərgin vəziyyətlərdən və xüsusilə çətin hallardan çəkinməlisiniz. Əgər gün üçün böyük planlarınız varsa, biraz dincəlmək üçün nə isə sonraya saxlaya biləcəyinizi düşünün. Gücünüzü bərpa etməlisiniz, tezliklə yeni işlərə hazır olduğunuzu hiss edəcəksiniz. Ünsiyyətdə aydınlıq da tələb olunacaq. Tənqid və tikanlı iradları sevənlərdən uzaq durun, onlar sizin əhvalınızı uzun müddət poza bilər. Ancaq yaxınlarınızın dəstəyi mütləq əhvalınızı yaxşılaşdıracaq. Gözlənilmədən çox işlər meydana çıxacaq, planlaşdırdığınızdan tamamilə fərqli bir şey etməli olacaqsınız. Ancaq buna görə əhval-ruhiyyəniz pisləşməyəcək, çünki maraqlı olacaq. Günün ilk yarısı sizi uğurlu təsadüflər və gözlənilməz kəşflərlə sevindirəcək. Çox güman ki, sizin üçün xüsusilə əziz olan bir insanla bağlı xoş xəbər alacaqsınız. Daha sonra qohumlarla ünsiyyət, bəzi ailə hadisələri, həmçinin dostlarla görüşlər üçün əlverişli vaxt gələcək. Gələcək planları müzakirə etmək faydalı olacaq. Çox güman ki, onlar sizə necə davranacağınızı, nə axtarmaq lazım olduğunu söyləyəcəklər. Əqrəb. İlk cəhddə hər şey nəticə verməyəcək. Səhər saatlarında bir çox əqrəblər daxili münaqişələrə qalib gələcəklər. Bu zaman xüsusilə vacib işlərlə məşğul olmamalısınız, çünki diqqəti cəmləmək həmişəkindən daha çətin olacaq. Adi rutin işlərinizi yerinə yetirin, bu tədricən iş əhval-ruhiyyəsinə keçməyinizə kömək edəcək. Günün ortalarına qədər vəziyyət yaxşılığa doğru dəyişəcək. Uğur əldə etmək üçün sizə faydalı olacaq bir çox yeni və faydalı şeylər öyrənə biləcəksiniz. Yəqin ki, perspektivli tanışlıqlar olacaq. Gün qeyri-adi görüşlər və tanışlıqlar, maraqlı söhbətlər vəd edir. Uğurlu təsadüflər də mümkündür, onlardan çoxlu fayda əldə edə bilərsiniz. Bugün verdiyiniz qərarlar başqalarına qəribə görünə bilər. Ancaq bir dəqiqə belə uğura şübhə etməyəcəksiniz və buna mütləq nail olacaqsınız. Günün ilk yarısı vacib işlər üçün əlverişli olacaq, diqqətinizi tez cəmləyəcək, nəyin həqiqətən vacib, nəyin əhəmiyyətsiz olduğunu dərhal anlayacaqsınız. Daha sonra çox güman ki, biraz dincəlmək, diqqətinizi qayğılardan yayındırmaq istəyəcəksiniz. Belə bir fürsətiniz olacaq. İnsanlarla ünsiyyət qurmaq asan olacaq, həm yeni tanışlarla, həm də əvvəllər razılaşa bilmədiklərinizlə tez bir zamanda ümumi dil tapacaqsınız. Köhnə işgüzar əlaqələri bərpa etmək və ya mübahisə etdiyiniz şəxslərlə barışmaq üçün fürsətdən istifadə edə bilərsiniz. Çoxları fikrinizi dinləyəcək və məsləhətlərinizi əməl edəcək. Həddindən artıq işləməməyə çalışın. Kifayət qədər enerjiniz var, amma zaman-zaman ara verməyə dəyər. Bəzən sadəcə olaraq bir müddət qayğılara ara vermək lazımdır ki, əhvalınız yaxşılaşsın və daha çox güc qazanasınız. Gün gözəl ideyalar gətirəcək. Düzdür, bütün planlar dərhal həyata keçirilməyəcək, yəqin ki, nəyisə təxirə salmaq lazım gələcək. Güclü tərəflərinizi düzgün qiymətləndirməyə çalışın, tək başına öhdəsindən gələ bilməyəcəyiniz bir işi öhdənizə götürməyin. Güvənə biləcəyiniz müttəfiqlər tapmaq üçün vaxt lazımdır. Yəqin ki, yaxşı xəbər alacaqsınız. Şəxsən sizə və ya yaxınlarınıza aid ola bilər. Çox güman ki, alınan xəbər və ya ailədə xoş, lakin tamamilə gözlənilməz dəyişikliklər səbəbindən planlar dəyişdirilməli olacaq. Amma bundan çox xoşbəxt olacaqsınız. Davamlı olun, əzmkarlıq sayəsində əvvəllər çətin görünən bir çox məsələlərdə bugün uğur qazanacaqsınız. Təcrübəniz sizə peşəkar problemləri həll etməyə kömək edəcək, insanlarla münasibət qurmaq bacarığı isə gecikmələrdən və gərgin anlardan qaçmağa kömək edəcək. Əvvəllər münaqişələr yaranmış insanlarla ortaq dil tapacaqsınız. Uğurlu alış-veriş etmək imkanı yaranacaq. Bəzi əqrəblər çoxdan sahib olmaq istədikləri şeyləri əldə edəcəklər. Axşam ailə tədbirləri, qohumlar və köhnə dostlarla ünsiyyət üçün münasibdir.
Ox atan. Sizi nəzərə çarpacaq nailiyyətlər gözləyir. Yaradıcılıq qabiliyyətləriniz gözlənilməz şəkildə özünü göstərəcək. Rəqabət üçün artan istək başqaları ilə münasibətlərinizi korlamayacaq və bütün enerjinizi düzgün istiqamətə yönəldəcəyiniz üçün hədəflərinizə doğru irəliləməyə imkan verəcəkdir. Bir çox ox atan həmkarların və rəhbərliyin gözündə özünü yaxşı tərəfdən göstərə biləcək. Bununla belə, vacib məsələləri axşama qədər təxirə salmamalısınız. Diqqətinizi əsas şeyə cəmləmək və əhəmiyyətsiz xırda şeylərdən yayınmamaq sizin üçün çətin olacaq. Artan həssaslıq vəziyyəti ağıllı şəkildə qiymətləndirməyinizə mane olacaq. Ulduzlar bugün sizin tərəfinizdə olacaq və işlər yaxşı gedəcək. Tanış işlərin öhdəsindən gəlmək üçün çox səy göstərməyə belə ehtiyac yoxdur. Ancaq yeni bir iş götürmək istəyirsinizsə, çox işləməyə və israrlı olmağa hazır olun. Kənardan köməyə ümid etməyin, öz gücünə güvənmək daha yaxşıdır. Səyahət uğurlu olacaq, həm iş, həm də istirahət baxımından. Bugün romantik bir səyahətə çıxmağa qərar verən ox atanlar, şübhəsiz ki, bundan çox məmnun qalacaqlar. Evdə qalanlar isə xoş bir xəbərə sevinəcəklər. Bugün ortaya çıxan ideyalar ən qısa zamanda həyata keçirilməlidir. Hər kəs onları dərhal qiymətləndirməyəcək, amma çox keçmədən aydın olacaq ki, siz gözəl bir şey düşünmüsünüz. İşgüzar əlaqələr tezliklə qeyri-rəsmi, mehriban xarakter alacaq. Nağd pul daxil olmaları, sərfəli sövdələşmələr və uğurlu alışlar mümkündür. Gəlirinizin sürətli artımını vəd edən təkliflər istisna deyil. Sevgidə də şanslı olacaqsınız. Ürəyinizə qulaq asın, səhv etməyəcək. Maraqlı ünsiyyət və xoş tanışlıq günüdür. Müxtəlif insanlarla ünsiyyət qurmaq sizin üçün asan olacaq, ilk dəfə tanış olduğunuz insanlarla dostluq edə biləcəksiniz. Romantik münasibətlərin başlanğıcı da mümkündür. Sürətlə inkişaf edəcək və bunu bəyənəcəksiniz. Ola bilər ki, həyatda nəyisə dəyişmək imkanı yaransın. Bugün yeni bir işə başlasanız, şübhəsiz ki, ilk uğurlarınızı tez bir zamanda əldə edəcəksiniz. Axşam xoş sürprizlər və hədiyyələr vəd edilir. Bu zaman pul vəsaitlərinin daxil olması da mümkündür. Gördüyünüz hər işdə ciddi olmağa çalışın. Bugün hətta adi, məlum işlər də həmişəkindən daha çətin ola bilər. Köhnə ortaqlarla fikir ayrılıqları, qızğın mübahisələr mümkündür. Siz hər şeyi düzəltməyin və hamı ilə yaxşı münasibət qurmağın bir yolunu tapacaqsınız, lakin bu səy tələb edəcək. Qərar verməkdə tələsməyin, məlumat toplamaq, üzərində düşünmək və hər şeyi ölçmək üçün vaxt lazımdır. Axşama doğru müsbət tendensiyaların təsiri artacaq, yeni imkanlar açılacaq. Bəzi ox atanlar gözəl xəbərlər alacaqlar. Oğlaq. Gününüz xeyirli olsun. Səhər saatlarında işləri qaydasına salmağa başlamağın zərəri olmayacaq. Bu prosesdə siz işinizi daha səmərəli təşkil etmək üçün bir neçə yol tapacaqsınız və onları tez bir zamanda həyata keçirə biləcəksiniz. Fikirlərinizi həmkarlarınızla bölüşün, onlar sizin təkliflərinizi yüksək qiymətləndirəcəklər. Rəhbərlər və digər nüfuzlu insanlarla söhbətlər üçün əlverişli an. Günün ortasında oğlaqların çoxu qəfil şanslar yaşayacaq. Heç gözləmədiyiniz yerdə belə şanslı olacaqsınız. Bununla belə ağlabatan ehtiyatlı olmağı unutmayın və yaxşı tanımadığınız insanların çox cəlbedici təklifləri ilə razılaşmağa tələsməyin. Günün əvvəlində bəzi xırda anlaşılmazlıqların və fikir ayrılıqlarının qarşısını almaq çətin ki, mümkün olsun. Ən xoşagəlməz hal olacaq ki, hər hansı bir hadisəyə xüsusilə kəskin reaksiya verəcəksiniz. Maraqlı işlər diqqətinizi yayındırmağa kömək edəcək. Yeni bir iş görmək fürsətini qaçırmayın və eyni zamanda maraqlarınızı bölüşən insanlarla tanış olun. Günün ikinci yarısı uğurlu olacaq. Son zamanlar yığılıb qalan xırda işlərlə məşğul olmaq imkanı yaranacaq. Onlarla məşğul olduqda əhvalınız nəzərə çarpacaq dərəcədə yaxşılaşacaq. Pulla ehtiyatlı olun, düşünmədən xərcləmək istəyə bilərsiniz, amma bugün bunu etməməlisiniz. Əvvəllər planlaşdırılmayıbsa, satın almağa tələsməyin. Bahalı və gözəl, lakin tamamilə lazımsız şeylər almaq riskiniz var, günün qalan hissəsi yaxşı olacaq. İşdə ciddi problemlər yaranmayacaq və kiçik çətinliklərin öhdəsindən tez gələcəksiniz. Təcrübə burada kömək edəcək. Ancaq şəxsi münasibətlərdə intuisiyanıza arxalanmalısınız. Onun məsləhətləri düzgün olacaq, onlara qulaq asacaqsınız və hər şey yaxşı olacaq.
Bugün uzun müddətdir nəticəsiz qalan bir işdə uğur qazanmaq şansınız olacaq. Yəqin ki, hər şey dərhal nəticə verməyəcək, amma israrlı olacaqsınız, başladığınız işdən əl çəkməyəcəksiniz. Kiminsə köməyinə ehtiyacınız olmayacaq, amma dəstək lazım olarsa, bunun üçün köhnə tanışlarla əlaqə saxlamağa dəyər. Amma yaxşı vaxt keçirmək imkanınız da olacaq. Xüsusilə qeyri-adi bir məşğuliyyət təklif etsəniz, yaxınlarınız məmnuniyyətlə sizi müşayiət edəcəklər. Kiçik səfərlər yaxşı keçəcək, çoxlu müsbət emosiyalar alacaqsınız. Günün başlanğıcı çox uğurlu olacaq. Bu zaman işgüzar görüşlər, plan və ideyaların müzakirəsi üçün münasibdir. Ola bilər ki, yeni məqsədlər yaransın və siz onlara nail olmağa diqqət yetirəcəksiniz. Sənədləşmə ilə bağlı dövlət təşkilatları ilə əlaqə saxlamağı tələb edən məsələləri həll edə bilərsiniz. Daha sonra daha sakit vaxt olacaq. Köhnə işlərə qayıtmaq mümkün olacaq, siz onları tamamlayacaqsınız, nəticədən razı qalacaqsınız. Yaxınlarınızla bağlı xəbər sizi sevindirəcək. Köhnə dostlarla söhbət etmək sizi ruhlandıracaq. Dolça. Sizi qeyri-müəyyən bir gün gözləyir. Yalnız yaxın üçün deyil, həm də uzaq gələcək üçün planlar qurmaqla başlayın. Vəziyyətin mümkün inkişafını hesablaya və qarşıdakı çətinliklərin öhdəsindən necə gələcəyinizi əvvəlcədən anlaya biləcəksiniz. Bir çox dolçalar təcrübəli və müdrik insanların məsləhətlərindən faydalanacaqlar. Rəhbərliklə əlaqələr qurmaq şansı yaranacaq ki, bu da karyeranıza yaxşı təsir edəcək. Axşama doğru ev işlərinə diqqət etməli olacaqsınız. Ailə üzvləri ilə tez bir zamanda ümumi dil tapmaq həmişə mümkün olmayacaq, amma cəhd etsəniz, hər şey nəticə verəcəkdir. Gün bəzi çətin işlər, vacib məsələlərin həlli üçün əlverişlidir. Ən yaxşı şəkildə necə davranacağınızı dərhal anlamasanız belə, onlarla tez məşğul olacaqsınız. İntuisiyanız sizə haradan başlamaq və harada davam etmək lazım olduğunu söyləyəcək, ona qulaq asın. Başqaları ilə yola getmək sizin üçün asan olacaq. Köhnə münasibətləri bərpa etmək, mübahisə etdiyiniz insanlarla barışmaq üçün münasib gündür. Əvvəllər fikir ayrılıqlarının nədən yarandığını və onları necə aradan qaldıracağınızı anlamaq mümkün olacaq. Şəxsi münasibətlərdə təşəbbüs göstərməyə dəyər, bu çox faydalı olacaq. Davamlı olun, bugün bunsuz uğur qazana bilməyəcəksiniz. Çətinliklər heç kimin gözləmədiyi yerdə yarana bilər, lakin siz onların keçilməz olmasına imkan verməyəcəksiniz. İşdə fikir ayrılıqları, həmkarlar və rəhbərliklə mübahisələr mümkündür. Sakitliyinizi qoruyub hamı ilə razılaşa biləcəksiniz. Axşam saatlarında hamı başa düşəcək ki, sizinlə əməkdaşlıq etmək sizinlə döyüşməkdən daha yaxşıdır. Günün ikinci yarısı hüquqi və maliyyə məsələlərinin həlli, dövlət qurumları ilə əlaqə, sənədlərin işlənməsi üçün əlverişlidir. Burada heç bir çətinlik olmayacaq. Özünüzdən mümkün olmayanı tələb etməyin. Gün vacib məsələlər, ciddi problemlərin həlli üçün çətin ki, əlverişli olsun, lakin bu, sizə əla dincəlmək, maraqlı işlərlə məşğul olmaq, darıxdığınız insanları görmək imkanı verəcək. Qonaqları qəbul edə, ev məclisi təşkil edə bilərsiniz. Ciddi məsələlərin müzakirəsini təxirə salmaq daha yaxşı olar, sakit qalmaq, inandırıcı arqumentlər tapmaq sizin üçün çətin olacaq. Hər şey haqqında biraz sonra danışmaq daha faydalı olacaq. Pulla ehtiyatlı olun, gün plansız alışlar üçün uyğun deyil. Gün vacib məsələlər, məsuliyyətli danışıqlar, mürəkkəb məsələlərin həlli üçün əlverişlidir. Əvvəllər alınmayan işlərin öhdəsindən gələcəksiniz, uğur qazanmaq üçün necə hərəkət edəcəyinizi başa düşəcəksiniz. Bir zamanlar dəstəklədiyiniz insanlarla qarşılaşa bilərsiniz. İndi onların köməyi çox faydalı olacaq. Şəxsi münasibətlər ahəngdar şəkildə inkişaf edəcək. Sevdiklərinizlə asanlıqla ümumi dil tapa bilərsiniz. Əvvəllər çoxlu mübahisələr yaranan bir mövzuda razılaşmaq mümkün olacaq. Axşam romantik görüş və ya sevdiyiniz insanla səmimi söhbət üçün xoş zamandır. Balıq. İşləri sonraya qoymasanız, planlaşdırdığınız hər şeydə uğur qazanacaqsınız. Xarici tərəfdaşlar, sponsorlar və nüfuzlu şəxslərlə əlaqələr qurmaq üçün əlverişli gündür. İşgüzar səfərlər yaxşı keçəcək, xüsusən uzun və uzun səfərlər. Bəzi balıqlar daha çox tərəddüd etmədən qəbul etməyə dəyər olan son dərəcə gəlirli təkliflər alacaqlar.
Eyni zamanda şəxsi həyatınızda xırda problemləri də istisna etmək olmaz. Sevdiklərinizlə ümumi dil tapmaq həmişəkindən daha çətin olacaq. Axşam saatlarında özünüzlə tək qalmaq istəyəcəksiniz, bu dəfə ciddi söhbətlər üçün çox uyğun deyil. Günün əvvəlində çox danışmamağa çalışın. Planlarınızı yad insanlarla bölüşmək, onlarla çox maraqlanmayanlara hisslərinizi söyləməzdən əvvəl 2 dəfə düşünün. Ola bilər ki, sonradan səmimiyyətinizə görə peşman olasınız. Günün qalan hissəsi yaxşı keçəcək. İş üçün çox uyğundur, adi işlərin öhdəsindən gələ və tez bir zamanda yeni vəziyyətləri anlaya bilərsiniz. Xoş görüşlər ola bilər. Bugün sırf peşəkar olaraq başlayan münasibətlər sonradan qeyri-rəsmi, mehriban xarakter ala bilər. Kiçik çətinliklərdən qaça bilmə ehtimalınız azdır, lakin onların öhdəsindən tez gələcəksiniz. Yaxşı ideyalar ortaya çıxacaq və sizə lazım olan tək şey onların reallaşmasına kömək edəcək insanları düzgün seçməkdir. İntuisiyanız sizə mütləq kimə güvənəcəyinizi və kimdən uzaq duracağınızı söyləyəcək. Günün ilk yarısı əvvəllər başlayan işləri başa çatdırmaq üçün münasibdir. Və sonra tamamilə yeni və çox maraqlı bir iş götürə bilərsiniz. Haqqında əvvəllər çox fərqli fikirlər eşitdiyiniz insanlarla tanış olmaq və onlar haqqında öz təəssüratlarınızı yaratmaq şansınız olacaq. Xəyallara qapılmayın. Bugün siz çox şeyə həddən artıq optimist baxacaqsınız, bütün problemlərin öz-özünə həll olunacağını gözləyəcəksiniz. Vəziyyəti yaxşılığa doğru dəyişmək üçün hərəkətə keçməli olacaqsınız. Bunu nə qədər tez başa düşsəniz, gününüz bir o qədər yaxşı olacaq. Əgər gün üçün böyük planlarınız varsa, onları ciddi qəbul edin. Xırda detallara da fikir vermək lazımdır. Müsbət tendensiyaların təsiri zaman keçdikcə artacaq, ona görə də axşam saatları xüsusilə xoş keçəcək.